Kayıt başladı. Deməli, burada nəyə baxırsınız? Time məsələsinə. Jean, can you help me? Deyir Jean, mən şüm eləyə bilərsən. Deyir, üzürlü say, mənim vaxtım yoxdur. Vaxtım yoxdur deyirəmsə, few, a few, some onsuz da getməyəcək burada. Little götürüm, yoxsa a little götürüm? Mam little. Nice, so little. Olur. A little götürsəydik, var idi vaxtı. Sonra hardly sözü inkardır, diqqətli olun. Zaten bura qədər sizdə. Light sözü var. Sayılmır. A few, meni getdi. Nə qalacaq? Little. Little Little. və only a little. Only a little da onsuz da elə little demək. Sonra problem sözü var. Mən B olacaq. Nice. Advice sayılmır. Mən D variantı. Little. A little verin. Sever olacağından sonra cəmisim istəyir. Few cəmdir, mini cəmdir, a few cəmdir. Yəni 4 dənə həmişə başqa tələb eləyir, biri başqa. Letters, bir də only. Letters görək cəmdir. Only'dan sonra da a few gəlməlidir, a lot gəlməz. Bir dəqiqə. A olur. Mən B variantı. A'dır. Elnur gets. Ha, a lot of burada qalıb. Ha, indi baxdım. C'dir, C. Elnur gets a lot of letters. But Vüsala gets a few. Heç almadı. She has deyir, həmişə tək gəzir. Dostu var, yoxdur? Mən yoxdur. Y variantı. Homework sayılmır. Ev tapşırığı. Mən B variantı. Yoxdur. Too much. Bəli. Sonra 8 people cəmdədir. Mən B olacaq. Olacaq. Deyir, çox az adam həmişə düzünü danışır. Chocolate, cake, cake-ə görə baxırsınız. Şokoladlı tort. Var. Little olacaq orada. D variantı. Bunu verək. Biraz deyil mənə. Verə bilərsəm şokoladlı tort düzdür. Water. Bu da sayılır. Little olacaq. Sayılır. D variantı. Little. Deyir, kaktusa az miqdarda su lazımdır. Yəni, yox dərəcəsində. Yəni, batır. D variantı. D variantı. D variantı. Sonra people cəmdədir sayılır. Mini olacaq. F olacaq. 2, 5. 3 dənədir. 1, 2, 3 dənəsində variant. Muchla a little gəlməz. Mommy, there is milk in the glass. Can I drink it? A little olacaq. C variant. Biraz var, deyir, içə bilərəm. Flowers cəmdir. Onda F olur. Verək few, bəli. Saç a lot of-la gəlir, saç few-la gəlmir. Sonra, we can miss the plane. Gecişə bilərik. Yəni, təyyarəyə gecişə bilərik də. We have only a little time. Little time. 2, 3. A variantı. A variantı. So much people's olmaz. Çünki much people's-dan işlənmir. So many friends olar. Article nədir? S nədir? Bu da getdi. Too many time olmaz.
Too much money olar. Deməli 2, 5 A variant. Most of the town is modern. Zira binaların deyir əksəriyyəti müasirdir. Az miqdarda ev köhnədir. Few. Bəli. Lessons cəmdir, ona görə hamile ilə sual. B variantı. Little orange juice olar. Çünki söhbət portağaldan yox, portağal şirəsindən gelir. Only a little women olmaz. Only a few flower olmaz. Çünki bu sayılmır. Very little flower olar. Very few ilə olmadı. 1-4 var. 1-4 Y variantı. Keçdik 20-ci suala. A little dry wood. A few bunches olar. Buna qaydacam. Çünki wood'un 2 mənası var. Görək hansı mənanı veriblər. Little pieces olmaz. A red paint olmaz. Paints olar. Onda bu düz qalır. 1-2 variantı. Tamam, 1-2 Z variantı. Ümumiyyətlə o 2 mənalı testlərdə heç vaxt tələsməyin. There is no need to hurry. Tələsməyə ehtiyac yoxdur. Yetəri qədər vaxtımız var. Çox vaxtımız var. Maç olur. Maçda olsa yaza bilərdiniz. A little da yaza bilərdiniz. A lot of da yaza bilərdiniz. Modern structures. Deməli, most parts of the city are ancient. Şəhərin əksər hissəsi qədimidir, köhnədir. Təzə struktur demək olar ki, yoxdur. Yoxdur. Few. Detective Jonathan said, Miss Brown, I can give you as Maç olur. Bəli. Düzdür. Wrong, səhv axtarırsınız. Bu görüm eksklüziv xəttimlə nə yazıram? Burada yaza bilmirəm, mi? Hə. Wrong, səhv axtarırsınız. A few slices olmalıydı. Bəli. A few cups olar. Ofa qədərki sözə baxıram, uzlaşma. Little nədir, pieces nədir, bu nə yazır? A little hand soap, balaca əl sabunu. 1-3-4. Gördünüz, burada a little kəmiyyət kimi yox. Balaca mənasında tərcümə elədim. Soap sözü də burada sabun sözünə görə uzlaşır. Səhvləri istəyirdi, 1-3 yazacam. A variant. Həmişə şərtə baxın, gör sizdən nə deyib. Məsələn, burada deyir ki, neçə variant doğrudur. Demir hansı doğrudur. Plenty of ideas. Lots of time. Much tourists. A lot of advice. Many information olmadı. 3-5 çıxdı. Plenty of advice olar. Lots of time dolar. Deməli 1, 2, 4, 3 dənə. Burada only var. A lot of of'udur, bax burada qalan. Amma söz information'dır. Y variantıdır. Bunlar çıxan. Afşa, Y variant. Düzdür. We won't miss the plane. Will not da bu. Gecikməyəcəyik. Çünki bizim çox vaxtımız var. Much time, a lot of time. 1-4 variant. We have vaxtımız yoxdur deyir. Xahiş edirəm, tələs. Olur. Y variantı. A little. Niye fi olmadı ki? Time sayılmır axı. Ha, ona görə. Diqqətli olun. Mamas da sayılmayanlarına işlənir axı. Maç olsa, sən çox vaxtın olsa kimsə nə tələsdirəsən ki? Deyir, vaxtım yoxdur, xahiş edirəm, tələs. Vaxt çox olsa, arxayın gedər də. O, bayaq yuxarıda testlər işləyirdi, qatara gecikir, təyyarəyə gecikir. Həmin situasiyadır. Hurry up, tələs deməkdir, ümumiyyətlə deyir, deyir, cəld ol. Bax, maçla accident işlənməz. So much impression. Impression təəssüratdır. Bad behavior. Progress. Böləcəkdir. 3-4 var. B variant. Bir də işləyəndə, bax, bu hissələrə baxın. Sonradan sonra maç şeylər. Ona görə mən tam çıxarış vermədim bunlara.
There is bread on the table. Bring some from the kitchen. Bax, situasiyaya baxın. Deyir Anna, stolda çörək yoxdur, git mətbəxdən çörək gətir, yoxsa var, üstünə biraz da gətir artır. Çörək yoxdur ki, Annanı göndəriblər mətbəxə ki, çörək gətirsin. Düzdür? Ona görə little verəcəyik. Məsələn, 10 nəfərdir qonaqlıqda, bircə dilim çörək qalıb. Kimə verəsən onu? Ona görə getdi little. Isn't var, light var. İnkar cümlədə də sayılmayan isimlə much işlənir. Amma burada təsdiq cümlə olsaydı, a lot of olsaydı, a lot yox ha, a lot of. O zaman olardı. He's a liar. O yalancıdır. Yalancının dostu çox olur, az olur. Az. Hərçənd müasir dövrdə yalancıların dostu çox olur. Amma neysə. İndi səhv axtarırsınız. Only a few days, düzdür. Too many problems, düzdür. Very few people, düzdür. Too much idea olmaz. Too many ideas olar özdə. So many page normal nə olar? Cavab nə olacaq? D variantı. Interest. Because politicians. Yaxşı cücələr, getdik. I have much interest. A little. A lot of. Bir də much. Yox, much olmaz. İkinci tərəfdə. Little datın geçsin. A lot da bura gəlməz. Little few. Burada ikisi də müsbətdir. Burada bu qalacaq bax. I have little interest in politics because few politicians are really honest. Mən deyir siyasətə marağım azdır. Ona görə ki, siyasətçilərin çox az hissəsi dürüsttür. His father gave him advice that he has always remembered. A piece of advice olar. A little dolar, plenty of dolar. 1, 2, 5 var. Here variant. Advice sözünü əsas götürdüm. So much information olar. So many stars da olar. Very little knowledge olar. Only a few news olmaz. A lot of olur. 1, 4, 5 D variantıdır. Mistakes cəmdir. A few. Burada S artıq yazıb. 4 olanları silin. Maç da buradan çıxdı. 2 tane D variantı. Many cotton clothes. Much petrol station getdi. Much sports news. News sözünə görə bunu uzlaşdıra bilərsiniz. Many police inspector getdi. 1-3 D variantı. Only his friends. Only'dən sonra a few gəlir. İndi baxaq. Not only a few of his friends went to the match. Not many. Yenə friends-ə görə danışacaq. Friends sözdə many ilə uzlaşa bilər. C variantıdır. Deyir, deməli, yarışa onun dostlarının az bir hissəsi getdi. Çoxu yox. Not many, ona görə verirəm. American families cəmdir. Few. Only a few. 1, 4 A variantı. Money sayılmır. 2 və 3. Sonra homework sayılmır. Little, much, a lot of. 3 deməz. Workers cəmdir. Bu da olacaq few. Only a few. Çünki swimmers cəmdir. To paint
To'dan sonra yanında artikel olmayanlar ve sayıla bilmeyen. 2-3 var. Questions cəmdir. If you money and I can lend you. Mənim deyə pulum çoxdur, sənə çox pul borc verə bilərəm. Burada müsbətdə də pulu çoxdur. Amma sayıla bilməyən isimdə onu unutmayın. Little olmaz. A qalacaq. Birazını deyir sənə borc verə bilərəm. Təbii ki, hamısını borc verəsi deyil. Sonra good customers. Fortunately ümumiyyətlə müsbət mənada xoşbəxtlikdən. Bir də var unfortunately. Bunun qarşısında un şəkilsi yazır. Belə. Unfortunately o bədbəxtlikdəndir. Həmin unfortunately sözünü görəndə birinci söhbət orada mənfi nəyəsə gəlir. We still have good customers. Deməli fiyonu çıxdım da mən üstün xəttini götürürəm. Fortunately, our financial situation is good. We still have a lot of. Plenty'nin of'u yoxdur. Bir də many. 1, 3, 4 variant. Sonra I'm very alone. Çox tənhayam. Yaxşı dostlarım yoxdur. Bir də few var burada. Only a few. Saçla gəlmədi. So few. 1, 3 anı variantında. Only var. Passengers cəmdir. Ona görə verəcək B variantını. She can't travel by air because she hasn't got money. Deyir o təyyarə ilə səyahət eləyə bilmədi. Çünki onun enough money, yetərə qədər pulu yox idi. How many variants are correct? A little nə işlənir? Money, minute. Yox, minute olmaz. Minutes olur axı bu. Mən alırım. Advice olar, time olar, patient olar, səbir. 2, 3, 4 dənəsi. Y variantı. Sonra, there is fruit, vegetables. Fruit, meyvə sözünün özü sayılmır. Such a lot of, bir də so many. Y variantı. Gördünüz, bir dənə ismi tapdım, qutardı getdi. Daha uzun sualdır, nə bilim, oturum günlərimi çürüdüm, elə şeylər eləməyim. A few pairs, ofa qədər, okey, düzdür. A little furniture shops, qətiyyən. Furniture sayılmır, amma shop sayılır. Burada nə işi var? A few pairs, normaldir, çünki ortada of var. A little sheets, olmaz. 1-3, 1-3, 1-3, A variant. The museum was very crowded. There were two people. Two'dan sonra many gələ bilər. Guests. Guests cəmdir. Few. Only few. 2-5 var. Y variant. Sonra yerdə baxın. Do you have minutes? I'd like to ask you questions because I need more information. Deməli, much more olar. Very few olar. Yox, a little pozdu buranı. Information sayılmır. Many'nin, a few'nun burada nə işi var? Deməli, çocuklar nə iş görürük? Much'da minus'dan olmadı. Bu qalacaq 100%. Do you have a few minutes? I'd like to ask you a few questions because I need a little more information. Şu, B variant. İsimlər tapdım, uzlaşmalara baxdım, information sayılmırdı, many'ni, sonra few'nu atdım, sonra keçirəm question sözünə. Question sözü də burada little-la işlənməz, bu da buradan getdi. Minus sözü də cəmdir, much-la bunun nə işi var, o oradan getdi, qalır bir də B variantı ilə. Heç cümləni tərcümə eləməyə cəhd belə eləməyin. Təbii ki, lazım olmayan yerdə. Only E'si hanı bunun? Bax, maksimum gözünüz lup olsun.
Baxın ki, artikelları yazsın. Bax, gör, hardan hara necətdir. Bura qədər düzdür, artikeli yoxdur. Hələ burada yaxşı yazıb. Bir də görəsiz qəbulda bir səhv ola, birlə olan düzgün cavabında yanına başqa variant yazır. Only a little pieces olmaz. Only a few pieces olar. Only a few benches olar. 3-4. Məsələn, sizə orada 1-3-4 deyə də variant verə bilərdi sizi aldatmaq üçün. Money, minutes. Money sözü sayılmış. Bir də burada only var. Only ilə, manatla dayanın görək çocuqlar. Aha. Did he land? A little yerine oturdu burada. Problem yoxdur. Bir dəqiqə. Belə baxın bu testdə. Money sayılmış. Bunu çıxdım menüyə görə. Did you lend a little? Sual cümləsi aydın maçdan istifadə edirik. No, only a few minutes. Bu da burada. Bu da. Did you lend much money? No, only a few minutes. Bu da. Manat sözü sayılır. Pul vahidləri manatdır, rubeldə, dollarda bunlar sayılır. Amma pul sözün özü sayılmır. Ona görə Y variantı götürdüm. Some people in traffic in the office are very lazy. They do. Deyir ki, ofisdəki bəzi adamlar çox tənbəldir. Onlar nə qədər iş görür? Tənbəldirsə nə qədər iş görəcək? Çox az, yəni very little. Cevaplar var, ihtiyaç yoxdur. Belə. Bu güvənə test bankıdır, bunu